Biz sənə bir Quranın ayələrin sözlərini çatdırmışıq, bəyanını da çatdırmışıq, bəyanın. Niyə? 14 əsr bundan qabaqki kəlmə necə çata bilər bizə? Bir var Quranın sözləri, bunlar bəllidir. Bu kitab əlimizdədir. Bir də bunun bəyanı. Bəyanı nə olacaq? Bəyanı artıq hədisdir. Bəyanı artıq təfsirdir. Peyğəmbərin bir missiyası bu ayələri bizə çatdırmağı idi Qurani-Kərimin. Bu müqəddəs kitabı. Yaxşı. Neynəməli idi? Bizə çatdırmalı idi. Çatdırdı da. Dedi məsələn Quranda bu ayə gəlib, bu surə hamısı dedi. Bir işi də nədir? Bir işi də Allah Taala Qurani-Kərimdə buyurur: "Litubayyinə lehum ma nuzzilə ileyhim." Bir işin də bəyandır, bəyan. Bəyan nədir? İzah elə. İzah nədir? Təfsir, hədis. Ayənin əvvəldə nə deyir? Başqa ayədə nə deyir Allah Taala? Deyir Peyğəmbər, həm bu sözləri sənə vermişik, həm bəyanını sənə vermişik. Bəyanını da çatdır insanlara. Sözlərini çatdırdın budur. Bəyan çatdırdın hədisdir. O kəslər ki, deyir bizə hədis lazım deyil, bu ayəni oxusunlar. Summa inna aleyna bəyanahu. Ay Peyğəmbər, həm sözləri sənə demişik, həm bəyanını sənə demişik. Həm sözləri insanlara çatdır, həm bəyanını insanlara çatdır. O kəslər ki, yalnız sözü götürüb, hədisi atıb, yalnız sanki Allah'a deyir, Allah da bəyan lazımdır da. İşin yoxdur. O tərəfə qarışma, özümüzdəyik. Niyə? 14 əsr bundan qabaqki kəlmə necə çata bilər bizə? Niyə çatmasın? Yaxşı, indi sən ki başlayırsan bəyan eləməyə, sən maşallah bəyan edirsən, yığdın, 4 cild kitab oldu. Bu da sənin bəyanın. Belə çıxır ki, bir əsrdən sonra bu da gəlib o birisi nəslə çatmayacaq. O da bir başqa bəyan. O birisi bir başqa bəyan. Bu din nə oldu onda? Sən izah ver mənə. Ümumiyyətlə niyə çatmasın ki? Bir Quran gəlib çatıb bizə, bəyan niyə gəlib çatmasın bizə? Niyə hədis bizə yetişməsin? Elmi vardı onun, oxuyacaq, biləcək hansı sənəd səhihdir, düzün götürəcək, yanlışları atacaq. Bizim bütün hədislər düzdür. Bir dənə gedib hədis tapmısan, 2 dənə hədis tapmısan, elə bütün gün o üstə manevr eləmək. Bu hədissiz Allah, bu ağla batır. Bu ağla batmırsa bütün ataq Quran, bütün hədisləri. Budur sənin məntiqin. İndi bir adam 10 dənə düz söz deyib, bir dənə səhv söz deyib, bir dənə səhvinə görə 10 düz atırlar. Yoxsa otururlar araşdırırlar, səhvlə düzü biləndən sonra onu götürürlər, bir atırlar. O da məntiq. Bərəkallah məntiqə. Peyğəmbər həm sözləri çatdır, həm bəyanı çatdır.